Bitmir. Gəlinim TikTokda bir yemək görür ki, onu ispanaqdan hazırlayırlar. Həmişəm gəlin özü yığsın, pişirsin, mən də yeyim qaynana kimi. Gəlin o vəzəri də ispanaq yığ, ispanaq yığ, gəlin. Mən nə biləcəm hansıdır? Ha, bildin, o örgən, yeni yarpaqlar ispanaqda, o birləri də vəzəri. Hansı da elə yığım? Az əlindəki. Elə budur. Ha, Yoxsa daha böyük olur o videodakı şey. İndi bunu sortu belədir, nə gəl. Sən arvad olmaq da çətindir. Ha, indi yığ görür. Ha, bundan gözət yığan olmaz. Maverlərimiz adımı da, maver. Səndən gözət də yığan olmaz. Yəni, siz tədiyinə gözəldir. Bax, gəlinim də belə gül kimi, gözəldir, incədir. Hər şey zərifdir mənim gəlinimə. Görsən nə gözəldir. İlk öncə ıspanağın üzərinə süd qatırıq, yağ qatırıq, bir dənə yumurta sındıracağıq xəmirə qatmaq üçün. Hazırladığımız qarışımı blenderdan keçirdik. İndi onun üzərinə 1 qaşıq duz tökəcəm, 2 qaşıq pesok tökəcəm, bir də qabartma tozu, hamısını qarışdırıb xəmir yoğuracam. Baxın görün necə gözəl rəngdə xəmir aldı. Ispanağın yaşıl rənginə görə xəmirimiz də yaşıl rəngdə oldu. Hala labneli poğaçamız hazırdır. Bu nə da? Yox qızı, bu mən yeyən olmadı. Doğrudan. Vallahi yaxşı olmadı. Elə bir turşmuş bir şey gəlir bunun dadı. Bir dişdən daha. Qəşəng. Bitmir. TikTok bizi bu dəfə allatdı. Mənim də çox xoşuma gəlmədi. Belə bir dadlı deyil də, nəysə ki o deyil. Bu labnemonu dadlı eləmişdi. Yox, turşudur əksinə. Bu qaynanın ağzına layiq olmadı.